B'de A bərabərdir deyiləsə, o da bərabərdir 2 olarsa, verilən ifadənin qiymətini hesablamamızı istəyir. Biz bilirik ki, bütün natural ədədlərin, tam ədədlərin məxrəcində bizim bilmədiyimiz bir 1 var. Ona görə də kəsr xətti çəkib bura 2-nin məxrəcinə 1 yazıram. Ortada bərabərlik işarəsi var. Deməli, bu 3 kəsir bir-birinə bərabərdir. Əgər kəsirlər bir-birinə bərabərsə, deməli, onların surətləri də bir-birinə bərabərdir. Məxrəcləri də bir-birinə bərabər olmalıdır. Bu qaydadan çıxır ki, A bərabərdir 2K-ya. K yazıram, çünki K-nın istənilən qiymətində bu kəsirlər bir-birinə hər zaman bərabər olacaq. B bərabərdir 1-dir. 1-i də K-ya vursam, elə K olacaq. C bərabərdir 2K-ya. D məxrəcdə olduğuna görə bərabərdir K-ya. Aldığım bu qiymətləri gətirib ifadədə yerinə yazıram. A əvəzinə 2K yazıram. B əvəzinə K. Bölünsün B, yəni K. Vurulsun C 2K'dır. Üstə gəlsin D. K bölünsün C nədir? 2K. Bərabərdir. 2K'nın üstünə K'nı gələndə 3K böl K. Vurulsun 3K bölünsün 2K. Burada K'lar ixtisar gedir. İfadənin qiyməti qalır. 1 vurulsun 2, 2, 3 vur 3, 9. 9 bölü 2 doğru cavab B bəndi.